Bugün mən öz diyet proqramlarımda sıxlıqla və sevə-sevə istifadə etdiyim bir salat resepti paylaşacağam sizinlə. Salatın tərkibi kələm, kök, xiyar, quru soğan, şüyüddən ibarətdir. Bütün inqrediyentləri nazik-nazik doğrayarsınız. Bu arada bu inqrediyentləri doğradığına görə Fidana öz təşəkkürümü bildirirəm və salatı qarışdırdıq. Salat artıq hazırdır. Qeyd edim ki, çox az kalorili və gec həzm olduğu üçün uzun müddət sizi tox tutacaq. Həm də ki, vitamin və minerallarla zəngin bir salatdır. İstifadə edin, faydalanın. Nuş olsun.